Hamıya salam. Unreal Engine daxilində işıqlandırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində Lumen texnologiyası haqqında danışacağıq. Bu texnologiyanın ümumiyyətcə işləmə prinsipini öyrənəcəyik. Lumen texnologiyasını digər işıqlandırma növləri ilə müqayisə edəcəyik və səhnədə praktiki olaraq Lumen texnologiyasının işləmə prinsipi ilə tanış olacağıq. Lumen texnologiyası haqqında danışmamışdan öncə işıqlandırmanın digər növləri haqqında məlumat əldə edək. İşıqlandırma əsasən iki cür işləyir. Birinci danışacağımız işıqlandırma növü Ray Trace texnologiyası adlanır. İkinci danışacağımız işıqlandırma növü isə Ray Tracing texnologiyasının aproksimasiyası adlanır. Ray Tracing texnologiyasında işıq şüaları bir pikseldən çıxaraq hər hansısa bir səthə müəyyən bucaq altında toxunma baş verir və daha sonra toxunduğu səth üzərindən eyni bucaq altında digər səthə doğru hərəkət etməyə başlayır. Bu qaydada bu işıq şüaları öz yolunda bütün səthlərə toxunaraq ən sonda işıq mənbəyinə doğru hərəkət etməyə başlayır. Məhz Ray Tracing texnologiyası bu qayda ilə işləyir. Buna da görə Ray Tracing texnologiyası zamanı işıqlandırma fiziki korrekt olunmuş şəkildə, daha sadə dildə desək, real həyatdakı işıqlanmaya maksimal yaxın səviyyədə işlənilib hazırlanır. Lakin burada mənfi bir cəhət ondan ibarətdir ki, Ray Tracing texnologiyası zamanı işıq keyfiyyəti olduqca keyfiyyətli alınsa belə, resurs tələbatı olduqca yüksək olur. Buna görə də Ray Tracing texnologiyasının aproksimasiyası adlı texnologiya istifadəyə verilmişdir. Bu texnologiyanın istifadəsi zamanı isə işıq şüaları Ray Tracing texnologiyasında olduğu kimi bənzər hərəkət etsə belə, resurs tələbatı olduqca aşağı olur. Bundan əlavə, işıq şüalarının piksel şəklində deyil, voksellərlə şüalanma texnologiyası mövcuddur. Bu texnologiyaya VXGI texnologiyası deyilir. Unreal Engine mühərrikinin 4.6 versiyasından etibarən VXGI texnologiyası istifadəyə verilmişdir. Məhz bu danışdığımız işıq texnologiyası işıqlandırma növünün gibrid texnologiyasına aid etmək olar. Bu zaman işıq şüaları daha öncə danışdığımız kimi bir nöqtədən piksel şəklində deyil, bir nöqtədən konus şəklində çıxmaqla qarşıdakı müəyyən səthlərə toxunur və beləliklə işıqlanma zonaları əmələ gəlir. Lakin dediyimiz kimi bu işıqlandırma növlərinin özlərinə məxsus müsbət və mənfi xüsusiyyətləri olduğuna görə ümumiyyətlə işıqlandırma texnologiyasında elə bir texnologiya bizə lazım idi ki, həm resurs tələbatı olduqca aşağı olsun, həm də fiziki korrekt olunmuş işığa maksimal bənzər bir işıqlandırmanı əldə edək. Məhz buna görə də Unreal Engine 5 mühərriki istifadəyə verilən zaman Lumen adlı texnologiya istifadəyə verildi. Bu möhtəşəm texnologiyanın üstünlüyü ondan ibarətdir ki, bu texnologiya işləyən zaman eyni zamanda Ray Tracing texnologiyasında qismən olaraq istifadə edir və paralel olaraq resurs tələbatı olduqca aşağı olur. Ümumiyyətcə, Lumen texnologiyasından danışanda burada tamamilə dinamik işıqlandırmadan söhbət gedir. Lumen texnologiyanın sayəsində ən çətin işıqlanan kiçik zonalar belə bu texnologiyanın köməyi ilə mükəmməl səviyyədə işıqlana bilir. Lumen texnologiya işləyən zaman ümumiyyətcə işığın əks olunmasından burada söhbət gedir. Buna səhnədə praktiki olaraq baxsaq, hazırda bizim səhnəmizdə sadəcə olaraq bir ədəd istiqamətlənmiş işıq mənbəyi yerləşdirmişəm, gördüyümüz kimi. Və bu işıq mənbəyimizi bizim landşafımıza perpendikulyar olaraq çevirirəm hal-hazırda. Və hazırda səhnədə fikir versəniz, bizim istiqamətlənmiş işıq mənbəyimiz birbaşa səhnədəki obyektlərimizi işıqlandırmasa belə, həmin işıq mənbəyindən gələn işıq şüaları bizim landşafımıza perpendikulyar olaraq dayandığına görə bu səthlərdə işığın əks olunması baş verir. Siz hal-hazırda ekranda Lumen texnologiyasının işləmə prinsipini görürsünüz. Bəs buradan da belə başa düşürük ki, Lumen texnologiyası sadəcə olaraq işıqlandırmanın əks olunması sayəsində həyata keçirilən möhtəşəm bir texnologiya sayılır. Çünki məntiq ilə hal-hazırda bu hissələrə nəzər salsaq, bizim işıq şüalarımız birbaşa bu hissələri işıqlandırmır. Lakin işıq şüaları bu səthə doğru perpendikulyar olaraq istiqamətləndiyinə görə məhz buradan əks olunma sayəsində əmələ gələn işıqlandırmanı biz hal-hazırda səhnədə görmüş oluruq. Bu da dediyimiz kimi Lumen texnologiyasının işləmə prinsipidir. Bundan əlavə Lumen texnologiyasının digər bir üstünlüyünə nəzər salaq. Bildiyimiz kimi Unreal Engine 4 mühərrikində emissiv materiallar xüsusi materiallanma növləri sayılır. Bu materiallar
sadəcə olaraq materialı öz daxilindən işıqlandırmanı təşkil edir. Unreal Engine 4 mühərriki daxilində emissiv materiallar ətraf işıqlandırmaya heç bir təsir etmirdi. Lakin Unreal Engine 5 mühərrikində Lumen texnologiyası sayəsində artıq emissiv materiallar ətraf işıqlandırmaya da təsir edir. Hal-hazırda bunun nümunəsinə baxaq. Səhnədə hazırladığımız evin daxilinə bir ədəd sfera yerləşdirirəm və bu sferanın üzərinə hazır bir emissiv material tətbiq edirəm və gördüyümüz kimi bu emissiv materialın köməyi ilə otağımızın daxilini tamamilə işıqlandıra bilirik. Dediyimiz kimi emissiv materiallar Unreal Engine 5 mühərriki daxilində gördüyümüz kimi ətraf işıqlandırmaya da təsir edə bilir. Burada nəinki otağın daxilində bu materiallar dediyimiz kimi bütün qlobal işıqlandırmada iştirak edə bilir. Gördüyümüz kimi Lumen texnologiyası haqqında danışdığımız zaman burada vacib bir məqama da nəzər yetirməliyik. Məsələ bundan ibarətdir ki, Lumen texnologiyası tamamilə dinamik şəkildə işlədiyinə görə heç bir halda statik işıqlandırmanı qəbul etmir. Daha sadə dildə desək, səhnədə istifadə edəcəyimiz işıq mənbələrinin mobility rejimləri ya stasionar ya da dinamik olaraq seçməliyik. Statik olaraq işıq mənbəyimizi təyin etdiyimiz zaman bu işıq mənbəyi ümumi render konveyerində emal olunmayacaq. Çünki dediyimiz kimi Lumen işıqlandırma növü tamamilə dinamik şəkildə işləyir. Əgər siz səhnədə statik işıqlandırmanı işləmək istəyirsinizsə, bu zaman mütləq şəkildə Lumen işıqlandırma texnologiyası söndürülməlidir. Bunu etmək üçün əvvəlcə Project Setting daxilinə keçid etməliyik. Burada Rendering bölümünə keçid edirik və Rendering bölümünə keçid etdikdən sonra burada gördüyümüz Global Illumination adlı parametri tapmalıyıq. Məhz burada bu bölümü açdıqdan sonra Lumen texnologiyasını deaktiv etmək üçün burada gördüyümüz No One bölümünü seçməklə Lumen texnologiyasını mühərrik daxilində deaktiv edə bilirik. Və buradan da biz belə başa düşürük ki, Unreal Engine 5 mühərrikində susmaya görə düzəltdiyimiz istənilən proyekt daxilində gördüyümüz kimi Lumen texnologiyası aktiv şəkildə susmaya görə işləyir deməkdir. Bu texnologiyanı deaktiv etməyin yolunu hal-hazırda sizə izah etdim. Əgər biz burada Screen Space adlı bölümü seçsək, bu o deməkdir ki, işıqlandırma və əks olunma yalnız və yalnız kameramızın görmə zonasına düşən obyektlər üzərində emal olunacaq. Ümumiyyətcə burada gördüyümüz Screen Space adlı bölüm həm optimizasiya cəhətdən, həm də sürətli işləmə cəhətdən olduqca optimal bir seçim ola bilər. Əsasən render işlərində geniş istifadə olunan parametrlərdən biridir. Növbəti baxacağımız Standalone Ray Tracer adlı bölüm isə bu bölüm qarşısında mötərizə daxilində Deprecated adlı yazı görürük. Məhz bu yazıda bizə ondan xəbər verir ki, bu texnologiya artıq köhnəlmiş texnologiya sayılır. Məhz buradan da belə başa düşürük ki, Ray Trace adlı texnologiya bir çox istifadəçinin bildiyinin tamamilə əksinə olaraq köhnəlmiş bir texnologiya sayılır. Çünki dediyimiz kimi Ray Trace texnologiyası Unreal Engine 4 mühərriki daxilində istifadəyə verilən bir texnologiya idi. Ray Tracing texnologiyasının işləmə prinsipi haqqında sizlərə ətraflı izah elədim. Lakin Unreal Engine 5 mühərriki daxilində Ray Trace texnologiyasını artıq əvəz edən, burada gördüyümüz, hal-hazırda haqqında danışdığımız Lumen texnologiyası mövcuddur. Məhz buna görə burada Ray Trace texnologiyası artıq köhnəlmiş texnologiya kimi burada göstərilir. Ümumiyyətcə, mühərrik daxilində Lumen texnologiyası ilə paralel Ray Tracing texnologiyasını istifadə etmək mümkündür. Bunun üçün Ray Trace texnologiyasını mühərrik daxilində istifadə etməyin iki əsas yolu var. Birinci nümunədə Ray Trace texnologiyasını bizim kompüterumuzun hardware-nə əsasən, yəni aparat təminatına əsasən qoşub istifadə edə bilərik. Bunun üçün sadəcə olaraq burada gördüyümüz Support Hardware Ray Tracing bölümünü aktivləşdirməyimiz kifayət olacaq. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, ümumiyyətcə Ray Trace texnologiyasını mühərrik daxilində tam funksional şəkildə istifadə etmək üçün mütləq şəkildə proyekti create etdiyimiz zaman, yəni proyekti yaratdığımız zaman qarşımıza çıxan kiçik pəncərədə Ray Trace bölümü aktivləşdirmək olduqca vacibdir. Daha sonra burada Support Hardware Ray Tracing bölümünü aktivləşdirə bilərik. Məhz bu bölümü aktivləşdirdiyimiz zaman Ray Trace texnologiyası işləyən zaman bizim kompüterumuzun aparat təminatından istifadə edəcək deməkdir.
Bundan əlavə Ray Tracingi istifadə etməyin ikinci yolu isə mühərrik daxilində hardware, yəni aparat təminatından deyil, software, yəni proqram təminatından istifadə etməkdən ibarətdir. Unreal Engine 5.5 mühərrikindən etibarən bu avtomatik olaraq həyata keçirilən bir texnologiya sayılır. Lakin daha öncəki mühərrik versiyalarına biz nəzər salsaq, rendering bölümündə ayrıca olaraq software Ray Tracing adlı bölüm görə bilərik. Məhz bu bölümü aktivləşdirməklə mühərrik daxilində bizim kompüterin aparat təminatının uyğun API-ları dəstəkləyirsə, bu zaman dediyimiz kimi software Ray Tracing parametrini aktivləşdirməklə bu texnologiyanı işə sala bilərik. Burada API-lar xüsusi proqram interfeyslər sayılır. Ümumiyyətcə Lumen texnologiyası shader model 5 dəstəkləyən istənilən videokart ilə işləyə bilir. Bu videokartlar əsasən RTX seriyalı videokartlar sayılır. Lakin AMD videokartlar daxilində isə 6000 seriyadan üzü yuxarı bütün videokartlar dediyimiz bu texnologiyanı dəstəkləyir. Məhz bu zaman biz Lumen texnologiyasını həmin bu dediyimiz videokartlar ilə istifadə edə bilərik. Daha köhnə videokartlar isə əfsuslar olsun ki, bu texnologiyanı artıq dəstəkləyəcək. Mühərrik daxilində demək olar ki, bütün işıqlandırma növləri haqqında sizə ətraflı məlumat verdim. Lakin əsas bir işıqlandırma növü haqqında sizlərə məlumat vermədim. Bu işıqlandırma növü isə Fast Trace adlanan xüsusi bir işıqlandırma növüdür. Bu işıqlandırma növünün Ray Trace adlı texnologiyadan fərqi ondan ibarətdir ki, bu texnologiya işləyən zaman hər hansısa bir güzgü səthindən digər bir güzgü səthini əks edə bilir. Olduqca möhtəşəm bir texnologiya sayılır və işıqlandırma növləri arasında ən mükəmməl işıqlandırma növlərindən biri sayılır. Lakin bu işıqlandırma növü ilə də işləyən zaman xüsusi diqqətli olmaq lazımdır. Bu və digər işıqlandırma növlərinin işləmə prinsiplərinə aid olan nümunələri iləriyən dərslərimizdə sizlərlə ətraflı işləyəcəyik. Ümumiyyətcə, bugünkü dərsimizdə Lumen texnologiyasının işləmə prinsipi haqqında mən sizlərə ətraflı məlumat verdim. Lumen texnologiyası ilə paralel digər işıqlandırma növləri haqqında sizə ətraflı geniş məlumat verdim. Dediyimiz kimi, ilərləyən dərslərdə bizə olduqca maraqlı dərslər gözləyir. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.